Deyir ki, dinləyicimiz soruşur ki, atam qardaşıma bağışlayıb əmlakı, belə anladım. İndi deyir, məhkəməyə versə, həmən evi geri ala bilərmi təzədən? Söhbət ata məhkəməyə versə, evi geri ala bilərmi? Ala bilər o hallarda ki, əgər həmin bağışladığı oğlu ona qarşı hansısa bir ağır əxlaqsız hərəkət eləyib, cinayət eləyib. Əlaqəsiz vərəsə olduğunu. Bəli, bu hallar varsa, bəli. Onda ata həmin halların əmələ gəldiyi andan bir il ərzində belə bir iddia qaldıra bilər. Bağışlamanın ləğvi ilə əlaqədar. İndi o məsələləri doğrudan da o həmin şəxs bu ataya qarşı bu cinayəti, bu əxlaqsızlığı eləyib, eləməyib. Bunu əsaslandırmaq lazımdır. Bunu əsaslandırsa məhkəmə ləğv eləyə bilər onu. Bəs bu yoxdursa necə? Sadəcə ata deyək ki, məsələn, deyir ki, fikrini dəyişib ki, yox, sən nəsə mənim övlad olaraq xoşuma gəlmədi, misal üçün də, yəni, səndən alıb qardaşına bağışlamaq istəyir, məsələn, bax, bu əsasla, yəni, kefin belə istədi deyib, fikrini dəyişsə, yox, onun bir hüquq əhəmiyyəti yoxdur. Hüquq əhəmiyyəti yoxdur. Bağışlama anından artıq bağışlandı, getdi, bəli.